Salam uşaqlar, bugünkü mövzumuz sadə zamanlardır. Gəlin baxaq. Deməli uşaqlar, 3 dənə sadə zamanımız var. Birincisi present simple, yəni indiki sadə zaman. İkincisi past simple, yəni keçmiş sadə zaman. 3 future simple, yəni gələcək sadə zaman. Bir də deyirəm. Present simple oldu indiki sadə zaman. Past simple keçmiş sadə zaman. Future simple gələcək sadə zaman. İndi uşaqlar baxırıq present simple-a. Dedik ki, present simple oldu indiki sadə zaman. Gəlin bunun düzəlmə qaydasına baxaq. Present simple-da uşaqlar feil olduğu kimi qalacaq. Yəni mən feili heç bir şey əlavə etmirəm. Feil olduğu kimi qalır. Bu da olur indiki sadə zaman. Məsələn deyirəm ki, go, getmək feili. Necə feildir? Feil olduğu kimi. Buna nəsə artırmışam? Xeyr, feil olduğu kimi qalır və bu da olur indiki sadə zamanda. Feili heç bir şey əlavə eləmirik, olduğu kimi qalır. Bu da olur indiki sadə zaman. Amma uşaqlar bir şey nəzərinizə çatdırım ki, üçüncü şəxsdə feilin sonuna s yaxud is əlavə edəcəyik. Deməli, indiki sadə zamanda feil olduğu kimi qalır. Amma yalnız üçüncü şəxsdə feilin sonuna s yaxud da is əlavə edəcəyik. Məsələn, uşaqlar deyirəm ki, üçüncü şəxs nədir uşaqlar? Bilirəm ki, he, she, it olur üçüncü şəxs. Üçüncü şəxsdə feilin sonuna s əlavə edirəm. Məsələn, bayaq dedim go, indiki sadə zamandır. Amma desəm ki, she go, bu zaman she go deməyəcəm. She goes deyəcəm. Artıq üçüncü şəxs olduğuna görə feilin sonuna s əlavə edəcəm. Deməli, present simple-da feil olduğu kimi qalır. Yalnız üçüncü şəxsdə, yəni he, she, it-də feilin sonuna mən s əlavə edəcəm. İndi isə gəlin uşaqlar, present simple-ın istifadə hallarına baxaq. Görək nə zaman istifadə olunur. Adət, vərdiş halını almış hərəkətləri göstərərkən. Bir də deyirəm, adət, vərdiş halını almış hərəkətləri göstərərkən biz present simple-dan istifadə edirik. Məsələn, deyirəm ki, mən hər gün məktəbə gedirəm. Heç hər gün sözünü deməyim. Mən məktəbə gedirəm. I go to school. Mən məktəbə gedirəm. Mən ildə bir dəfə məktəbə getmirəm ki, mən hər gün edirəm də bunu. Mən hər gün məktəbə gedirəm. Bu təkrarlanır. Deməli, bir şey təkrarlanırsa, adət vərdiş halını alıbsa, bu zaman biz deməli, adət vərdiş halını almış hərəkəti göstərərkən present simple-dan istifadə edəcəyik. Məsələn, baxaq bura. Vahid həyat həqiqətlərini göstərərkən. Bu nə deməkdir? Məsələn, nümunədə yazmışam. Məsələn, deyə bilərik ki, məsələn, günəş şərqdə çıxır. Yaxud deyim ki, günəş şərqdə çıxır, qərbdə batır. Bu hər zaman olurdu. Bu vahid bir həyat həqiqətidir. Günəş şimalda çıxıb cənubda batmır ki, şərqdə çıxır, qərbdə batır. Deməli, bu vahid bir həyat həqiqətidir. Və biz də vahid həyat həqiqətlərini göstərərkən indiki sadə zamandan istifadə edirik. Sonra uşaqlar, baxaq növbətiyə, elmi təsdiq olunmuş hadisələr, daha doğrusu elmi faktlarla təsdiq olunmuş hadisələr. Burada faktlar sözünü yazmağı unutmuşam. Bir də deyirəm, elmi faktlarla təsdiq olunmuş hadisələr. Məsələn, suyun yüzlərzədə qaynaması. Bu elmi faktla təsdiq olunmuş bir şeydir də, suyun qaynaması. Deməli, elmi faktlarla təsdiq olunmuş hərəkətləri göstərərkən mən present simple-dan, yəni indiki sadə zamandan istifadə edəcəm uşaqlar. Bir də qayıdıram geriyə. Deməli, dedim ki, indiki sadə zaman oldu. Present simple. Present simple necə olur? Necə düzəlir? Dedik ki, feil olduğu kimi qalır. Məsələn, desəm ki, we go. Biz gedirik. We go. Bu oldu necə? İndiki sadə zaman. Amma dedim ki, yalnız üçüncü şəxsdə feilin sonuna mən s yaxud da ki, is əlavə edəcəm. Üçüncü şəxs nədir? He, she, it üçüncü şəxsdir. Məsələn, burada yazdım, she goes. O gedir. Feilin sonuna s əlavə etdim. Çünki üçüncü şəxsdir. Amma qalan hallarda feil olduğu kimi qalır. Bu da olur present simple. Sonra istifadə halları. Dedim ki, adət vərdiş halını almış hərəkətləri göstərərkən. Məsələn, mən işə gedirəm. Mən işləyirəmsə işə gedirəm də. Mən ildə bir dəfə, iki dəfə getmirəm ki, bu hər gün təkrarlanır. Mən hər gün gedirəm. Deməli, bu adət vərdiş halını alıb. Deməli, adət vərdiş halını almış hərəkətləri göstərərkən mən present simple-dan istifadə edəcəyəm. Yəni, zamanı present simple-da verəcəm. Sonra dedim ki, vahid həyat həqiqətlərini göstərərkən. Dedim ki, məsələn, günəş şərqdə çıxır, qərbdə batır. Bu, vahid bir həyat həqiqətidir. Günəş həmişə şərqdə çıxır və qərbdə batır. Deməli, mən vahid həyat həqiqətlərini göstərərkən present simple
simple'dan istifadə edəcəyəm. Daha sonra elmi faktlarla təsdiq olunmuş hadisələrdə. Məsələn, dedim ki, suyun 100 dərəcədə qaynaması. Bu elmi faktlarla təsdiq olunub da. Deməli, bu zaman elmi faktlarla təsdiq olunmuş hadisələri göstərərkən mən present simple-dan istifadə edəcəyəm. Sonra uşaqlar, baxırıq zaman zərflərində. Zaman zərflərinin hamısını yazmamışam, əsasları yazmışam. Daha çox topluda istifadə olunanlar, test topusunda düşənləri yazmışam. Məsələn, baxaq, gəlin baxaq. Always, often, usually, sometimes, never və every ilə olanlar. Məsələn, every hər deməkdir. Every day, hər gün. Every week, hər həftə. Every month, hər ay. Every year, hər il. Deməli, uşaqlar, qısacası, every ilə olan nəsə görsəniz, o dəqiqə biz bilirik ki, deməli, bu indiki sadə zamanın zaman zərfidir. Zaman zərfləri uşaqlar bizə nəyə görə lazımdır? Mən bu zaman zərflərini yaxşı öyrənsəm, testi bu zaman zərflərindən hansısa mənim qarşıma çıxsa, mən o zaman biləcəm ki, mən ora hansı zamanı qoymalıyam. Məsələn, testdə gördüm always. Mən o nə bilirəm? Bilirəm ki, o dəqiqə ki, deməli, mənə zaman zərfini verib, always bilirəm ki, present simple-ın zaman zərfidir. Deməli, mən ora həmən indiki sadə zamanda olan feil qoyacağım. Belə uşaqlar. Deməli, bir də təkrarlayıram. Hansı oldu? Always, often, usually, sometimes, never və every ilə olanlar. Dedik every day, every week, every month və every year uşaqlar. Sonra uşaqlar nəyə baxırıq? Gəlin present simple-ın sualına və inkarına baxaq. Görək sualı və inkarı necə düzəlir. Yazmışam burada uşaqlar. Deməli, yazmışam sualı do, does-la düzəlir. İnkarı don't və doesn't-la düzəlir. Bu nə deməkdir? Gəlin sizin üçün mən nümunə yazdım. Bir dəqiqə zəhmət olmasa. Aha. Gəlin baxaq. Məsələn, yazmışam ki, sualı do, does-la düzəlir. Deməli, uşaqlar, nəyə görə burada does yazmışam? Üçüncü şəxsdə does olacaq. İndi onu deyəcəm. Gəlin birinci do'ya baxaq. Məsələn, ən sadə bir şeyləri sadə götürək. Məsələn, deyirəm ki, I go. Mən gedirəm. Sualı necə olacaq? Demişəm ki, sualı do, does-la düzəlir. Uşaqlar, üçüncü şəxsdə does olacaq. Qalan şəxslərdə isə mən do'dan istifadə edəcəm. Məsələn, dedim ki, I go, mən gedirəm. İndi sualı necə verirəm? Do'nu qoyaram əvvələ. Do, I go. Deməli, bu oldu present simple-ın sualı. Sonra uşaqlar, dedim ki, üçüncü şəxsdə does-la düzəlir sualı. Məsələn, deyirəm ki, she goes. O gedir. Sualını necə verəcəm? Dedim ki, does-la verəcəm. Does she go? İndi birdən fikirləşərsiniz ki, müəllimə niyə bura go yazdınız? Goes yazmadınız. Axı üçüncü şəxsdə feilin sonunda isə olurdu. Uşaqlar, artıq mən does verdiyimə görə, yəni sualı does-la verirəm üçüncü şəxsdə. Artıq bu does-ın özündə s olduğuna görə mən artıq feilin sonuna s yazmayacağım. Feilin sonundakı s düşürür üçüncü şəxsə. Məsələn, yaza bilərəm ki, does he go? Məsələn, does it go? Fərqi yoxdur. Belə. Sonra inkarını deyirəm ki, don't və doesn't-la düzəldirəm. Məsələn, necə deyərəm? Məsələn, deyirəm ki, you don't go. Sən getmirsən. Gördünüz, deməli. İnkarını nəylə verdim? Don't-la verdim. Uşaqlar, deməli, üçüncü şəxsdə də mən artıq inkarını doesn't-la verəcəm. Don't-la deyil. Məsələn, necə olacaq üçüncü şəxsdə? Deyirəm ki, she doesn't go. Aha. Bura bir dənə diqqət eləyək. Deməli, feilə s yazmadım. Çünki artıq burada does var, doesn't var. Does'ın özündə s var da. Özündə s olduğuna görə də mən burada bura feilin sonuna s yazmayacağım. Deməli, indiki sadə zaman, yəni present simple-ın sualı düzəldi. Do və does-la, inkar oldu don't, doesn't-la. Deməli, uşaqlar, üçüncü şəxsə sual olacaq does-la, inkarda üçüncü şəxs olacaq doesn't-la. Və bu zaman mən feilin sonuna s yazmayacağım. Çünki artıq does-da, doesn't-da artıq s var. Belə uşaqlar,